İbn Salih Bakurlu 15. əsr yazır. Qədim Azərbaycanın daxilində tayfalar arasında uzun sürən və sonu görünməyən qanlı döyüşlər davam edirdi. Bu səbəbdən tayfaların zəifləməsi, kiçik dövlətlərin parçalanması tənəzzülə gətirib çıxarırdı. Amansızcasına gedən döyüşlərə son qoymaq üçün tayfaları birləşdirən və yeni bir dövlət quran hökümdara böyük ehtiyac var idi. İbn Salih Bakurlu 15. əsr yazır. 1410-cu ilin Hicri qəmər ayında böyük sərkərdə Uzun Həsən bir neçə tayfanı birləşdirərək Akkuyunlar dövlətini yaradır və həmin dövlətin hökümdarı olur. Məhəmməd, Simran, orada nə gizləyirsiniz? Gəlin Qaşqaldaq sezonu başlayıb, gəlin görək neyiniz? Ancaq bu məlumatın bizim filmə heç bir adiyyatı yox. Elə belə pırtlaşırdıq. Bunu göstərmək lazımdır Məhəmməd. Bunu göstər, bax Məhəmməd. Bax. Məhəmməd, bax. Ayda. Bravo, bak. Bir tane böyle bilsem ben. Прямой мороженое, да, бах. Мороженое.